Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər birinizi salamlayıram. Bizim bugünkü test sizahımız feil haqqında ümumi məlumat, feilin quruluşca növləri haqqında olacaqdır. Birinci sual. Uyğunluğu müəyyən edin. İsimdən düzələn feillər, sifətdən düzələn feillər, sayılardan düzələn feillər. Turşumaq. Turş sifətindən turşumaq feil əmələ gəlir. İti sifətindən itləmək feil əmələ gəlir. Demək, birincili sifətdən əmələ gəlib. Sifətdən əmələ gəlibsə üç bucağa yazırıq bir. Üç bucağa bir yazırıq. Kiçilmək, alçalmaq. Bunlar sadə sözlərdir. İkini heç bir varianta yazmırıq. Ona görə ki, hansında varsa silək. Azalmaq, az sayından azalmaq feili, bir sayından birləşmək feil əmələ gəlir. Dairəyə yazırıq 3. Dairəyə 3 yazırıq. İz ismindən izləmək feili, ot ismindən otarmaq feil əmələ gəlir. Kvadrata yazırıq 4. Sağ sifətindən sağalmaq, ləng sifətindən ləngimək. Bunda sifətə yazırıq. Demək cavabımız olur B variantı. İkinci sual. Biri uyğunluğu pozur. Düzəltmə feildir. Yəni biz buradan düzəltmə olmayan tapmalıyıq. Görmək feilindən görüşmək feil əmələ gəlir. Ağlamaq feilindən ağlaşmaq feil əmələ gəlir. Soruşmaq sadə feildir. Qaçmaq feilindən qaçışmaq feil əmələ gəlir. Demək feilindən dəyişmək feili əmələ gəlir. Demək cavabımız hansı variantı olur? Cavabımız C variantı olur. Üçüncü sual. Tələffüz şəklində verilmiş sözlərdən birini feil kimi işlətmək olmaz. Darıya. Darıya sözünü demək bir dəfə darı mənasında. Darı y bitişdirici samit A yönlü kal şəkilçisi kimi belə düşünə bilərik. Bir dəfə də daraya, daramaq sözün kökü y bitişdirici samit A da arzu şəklinin şəkilçisi kimi düşünə bilərik. Yəni daraya feili də darıya formasında tələffüz olunur. Yəni biz bunu feil kimi işlədə bilirik. A getdi. Qalıya. Bir dəfə qala mənasında qalaya. Qala sözün kökü y bitişdirici A yönlü kal şəkilçisi. Bir də ocağa qalamaqdan. Qala sözün kökü y bitişdirici samit A arzu şəklinin şəkilçisi. Demək bunu da feil kimi düşünə bildik. Qarıya. Qarı ismi y bitişdirici samit A yönlü kal şəkilçisi kimi düşünə bilərik. Bir də qarmaq feili kimi. Qarı sözün kökü y bitişdirici samit A arzu şəklinin şəkilçisi kimi. Bunu da feil kimi düşünə bildik. Bacıya. Bacı ismi, bacı sözün kökü y bitişdirici samit A yönlü kal şəkilçisi. Bir də baca, evin bacası. Baca y bitişdirici samit A yenə yönlü kal şəkilçisi. Yəni bax bu bacıya sözünü iki fərqli mənada işlədə bilsək də feil kimi işlədə bilmirik. Qapıya. Bir dəfə qapı sözün kökü y bitişdirici samit A yönlü kal şəkilçisi kimi işlədə bilirik. Bir də qapamaq feili kimi. Qapa, qapaya. Arzu şəklində işlədə bildik. Demək cavabımız olur D variantı. Dördüncü sual. İsim və feil kimi işlənə bilən söz hansıdır? Qalıq. İsim olar amma feil olmaz. Sürü. Qoyun sürüsü isim kimi işlənə bilər. Sürü, qoyun sürüsü deyiriksə bu isim, bir də sürümək feil kimi işlədə bilər. Demək cavabımız B variantıdır. Dolu sözü. Dolu qab, necə qab sifət kimi, göydən yağan dolu isim kimi işlənir. Sıx, sıx meşə sifət kimi, bir də nəyisə sıxmaq feil kimi işlənir. Şor, şordakı yeyilən şor isim kimi, bir də şor duzlu mənasında sifət kimi işlənir. Cavabımız B oldu. 5-ci sual. Cümlələrin biri hərəkət bildirməyən sözlərdən ibarətdir. Yəni ki, biz burada feil, hansı variantdakı feil yoxdur, həmin variantı tapmalıyıq. Yaxın dostumun atası Fransada olur. Burada olmaq feildir. Yaşamaq hər insanın haqqıdır. Yaşamaq feildir. Bir qızın ancaq bilikdir, təmizlikdir dəyəri. Burada feil yoxdur. Ona görə cavabımız C variantıdır. Kimsənin dərdinə acımayan, acımaq feildir. Bir tabaq almaz, sabaha qalmaz, qalmaz yenə feildir. Cavabımız oldu C variantı. 6-cı sual.
Düzəltmə isimdən düzəlmiş feil hansıdır? Düzəltmə isimdən düzəlmiş feil deyirsə, burada ən azından 2 leksik şəkilçi olsun. Dağıldı sözü, sözün kökü dağıldı. Dağdan dağın əmələ gəlməsi. Bu sadə sözdür. Sancılandı. Sözün kökü sancmaq feili. Sancmaq feilindən sancı ism əmələ gəlir. Sancı ismindən sancılanmaq feil əmələ gəlir. Bax, cavabımız elə budur. Bizə deyir, düzəltmə ismindən düzəlmiş feil. Biz sözün nədən düzəldiyini bilmək üçün axırıncı leksik şəkilçidən əvvələ baxırıq. Sancılandı sözü sancı ismindən əmələ gəlibdir. Sağaldı. Sağ sifətindən sağalmaq feil əmələ gəlibdir. Ayaqlaşdı. Ayaq ismindən ayaqlaşmaq feil əmələ gəlir. Ayaqlaşdı isimdən düzələn feildir. Amma sadə isimdən düzələn feildir. Düzəltmə isimdən yox. Sağollaşdı, sağ ol. İki sözün birləşməsidir. Bu da mürəkkəb sözdür. Demək cavabımız oldu B variantı. 7-ci sual. Hansı variantdakı sözlərin nöqtələrini yerinə yerləşdirdikdə feil məcazi məna ifadə edər? Demək, açıldı. Qapı açıldı, həqiqi mənadır. Fikri açıldı, məcazidir, amma pəncərə açıldı, həqiqidir. Ürəyi açıldı, məcazi. Ürəyi açıldı, məcazi. Söz açıldı, məcazi. Cavabımız C variantıdır. Səsi açıldı, məcazi. Qutu açıldı, həqiqi. Sandıq açıldı, həqiqi. Yol açıldı, bu həqiqi də ola bilər, məcazidir. Bizə lazım idi ki, ikisi də həqiqi olsun, daha doğrusu ikisi də məcazi olsun. Ona görə cavabımız olur C variantı. 8-ci sual. Feillərdən biri digər feillərdən fərqli olaraq yalnız bir şəkilçi qəbul etmişdir. Yəni, digərləri ən azından 2 şəkilçi qəbul edib, amma biri bir şəkilçi qəbul edib. Oturar. Otur sözün köküdür, arda qeyri-qəti gələcək zaman şəkilçisidir. Elə A variantıdır cavabımız. Keçirər. Sözün kökü keç. Keçməkdən keçirmək əmələ gəlir. İr leksikdir, ər də nədir? Qeyri-qəti gələcək zaman şəkilçisidir. Hansı şəkilçi ki, feil düzəldən şəkilçidir, həmin şəkilçidən sonra makmək artırmaq olur. Qoparar. Qopmaq feilindən qoparmaq feil əmələ gəlir, ər qeyri-qəti gələcək zaman şəkilçisidir. Köçürər. Köçmək feilindən köçürmək feil əmələ gəlir, ər qeyri-qəti gələcək zaman şəkilçisidir. Bişmək feilindən bişirmək feil əmələ gəlir, ər yenə qeyri-qəti gələcək zaman şəkilçisidir. Cavabımız oldu A variantı. 9-cu sual. Feilə məxsus hansı şəkilçilər həm leksik, həm də qrammatik ola bilər? Demək, yalnız leksikdir. Bu getdi. Dır şəkilçisi, feilə məxsus şəkilçi, bu leksik şəkilçi kimi ola bilər. Amma başqa nitq hissəsinə aid qrammatik şəkilçi olur. Bizə lazımdır hər ikisi feilə aid olan. Bu da getdi. Mış qrammatikdir, ır leksik olur. Məsələn, elə köçürər sözündə. Irdan sonra maq artıra biliriksə leksikdir. Amma deyirəm gəlir. Nə edir? Gəlir. İndiki zaman şəkilçisi kimi işlənəndə qrammatikdir. Irı götürərik. Ar. Elə qoparar sözünü götürək. Qopmaq feilindən qoparmaq feil əmələ gəldi. Ardan sonra əgər maq artıra biliriksə, demək ki, leksikdir. Yox, artıra bilmiriksə, o zaman da qrammatik qeyri-qəti gələcək zaman şəkilçisidir. Məsələn, deyirəm, oturun. Otur sözün kökü, şəxs sonluğu. Burada qrammatik şəkilçidir. Bir də məsələn, deyirəm, ürəyim döyündü. Döymək feilindən döyünmək feil əmələ gəldi. Burada da leksik şəkilçidir. Demək, leksik olduğunu necə bilirik? Makmək şəkilçisi artırmaqdan. Cavabımız D var. 10-cu sual. Aşağıdakı feillərdən biri saydan düzəlmişdir. Çox sayından çoxalmaq feili, çoxalmaq feilindən çoxaltmaq feili. A variantında sözün kökü çox sayıdır, amma bu söz feildən düzəlibdir. Biz bayaq da qeyd elədik ki, hər hansı bir sözün nədən düzəldiyini bilmək üçün axırıncı leksik şəkilçidən əvvələ baxırıq. Söz çoxalmaq feilindən düzəlibdir. Birləşdirmək. Bir sayından birləşmək, birləşməkdən birləşdirmək əmələ gəlir. Sözün kökü bir sayıdır, amma söz birləşmək feilindən əmələ gəlibdir. Azaltmaq. Az sayından azalmaq, azalmaqdan azaltmaq əmələ gəlir. Yenə sözün kökü az sayıdır, amma söz azalmaq feilindən əmələ gəlibdir. İkiləşmək. İki sayından ikiləşmək feil əmələ gəlir. Cavabımız olur D variantı.
azmaq feilindən azdırmaq feili əmələ gəlir. 11. Uyğunluğu müəyyən edin. Tərkibindəki dır şəkilçisi, dır leksik şəkilçisi kimi işlənib, tərkibindəki dır qrammatik şəkilçisi kimi işlənib. Dırın leksik şəkilçisi olduğunu necə bilirik? Dırdan sonra maq artıra bilirik. Görək hansını da artıra bilirik. Bəzədirmək deyə bilmərik. Körpədir olmaz. Adlandırmaq olar. 1-ə 3 yazarıq. Dilləndirmək olar. 1-ə 4-də yazarıq. Genəldirmək olmaz. Beldirmək olmaz. 1-ə 3-dən 4 yazırıq. 3-dən 4. 1-ə 3-dən 4. 2-yə qrammatik şəkilçisi kimi. Körpədir. Dir burada xəbərli şəkilçisidir. Qrammatikdir. Beldir. 2-yə də 2-dən 6. Cavabımız C variantıdır. 1-ə 3, 4. 2-yə 2, 6. İndi yerdə qalanlar hansılardır? 1 qalıb. 1 qalıb. Bir də 5 qalıb. 1, 5. Bəzədir. Bəzəməkdən bəzətmək əmələ gəlir. Bəzəməkdən bəzətmək. Burada heç dır şəkilçisi yoxdur. D ayrıca leksikdir, ir qrammatik şəkilçisidir. 5-də gen sifətindən genəlmək, genəlməkdən genəltmək əmələ gəlir. Ir də indiki zaman şəkilçisidir. Cavabımız oldu C variantı. 12. Nümunələrdən birində feil düzəldən şəkilçi samitdən ibarətdir. Yəni, saitini itirsin. Ağar. Ağ sifətindən ağarmaq feil əmələ gəlir. Yol ismindən yollamaq feil əmələ gəlir. Dağıt sadə sözdür. Dar sifətindən daralmaq feil əmələ gəlir. Qara sifətindən qaralmaq feil əmələ gəlir. Cavabımız C variantıdır. Nəyə görə öz saitini itirdi? Sözün kökü saitdən bitir və bu zaman artırılan şəkilçi öz saitini itirir. Cavabımız C variantıdır. 13. Il, ın, ış şəkilçilərinin hər üçü. Hər üçü demək, bunlar necə şəkilçilərdir? Leksik şəkilçilərdir. Və feil düzəldən şəkilçilərdir. Demək, feillərə artırılaraq yeni söz yaradır. Cavabımız olmalıdır C variantı. 14. Altından xətt çəkilmiş hansı feillər özündən əvvəl gələn sözlə birləşib bir leksik məna ifadə edir. Ana uzun müddət düşünməyə məcbur oldu. Məcbur olmaq mürəkkəb feildir. Biri götürə bilərik. Səməd artıq bir neçə ildir ki, kənddə olur. Biz burada olurun əvəzinə qalır, yaşayır deyə bilirik. Olmaq sözünü qalmaq, yaşamaq sözlərindən əvəz eləyə biliriksə, demək o müstəqil sözdür. Mürəkkəb feilin tərkibində deyil. Ona görə demək 2-yi götürmürük. Səsi titrədi, qapını çırpıb getdi. Çırparaq getdi. Bax, bu çırpıb getmək də bir nədir? Mürəkkəb feildir. Mürəkkəb feil yox, daha doğrusu getdi. Necə getdi? Çırparaq. Yəni ayrı-ayrı işlənə bilir. Mürəkkəb deyil. Kimsə zəng vurdu, o da tələsik çıxıb getdi. Bax, bu çıxıb getmək eyni anlamdadır. Çıxıb getmək eyni anlamdadır. Yəni ki, gedəndə qapını çırpmayıb da gedə bilər də. Amma çıxırsa, çıxır gedir. Bu eyni anlamdadır. Bu mürəkkəb feil kimi götürülür. Cavabımız olur C variantı. 15. Verilmiş cümlələrdən hansında altından xətt çəkilmiş sözlər arasında defis işarəsi qoyulmamalıdır. Arif dayı kənd cəmaatı arasında sayılıb seçilirdi. Sayılıb seçilmək. Yaxın mənalı sözlərdir. Burada defisdir. Düşmənlər kəndi çapıb taladılar. Yenə yaxın mənalıdır, defis qoyulmalıdır. Qardaşım evə çatan kimi uzanıb dincəldi. Bax, bu ayrı yazılmalıdır, defisdən olmamalıdır. Ölçüb biçmək də yenə defis olmalıdır. Cavabımız olmalıdır A variantı. 15. İki leksik şəkilçisi olan feilləri müəyyən edin. İki leksik şəkilçisi olanları istəyir bizdən. Kiçiltmək. Demək, kiçilməkdən kiçiltmək əmələ gəlir. Burada bir leksik şəkilçisi var. Ona görə bir olan cavabı silək. Qarşı, qarşılamaq, qarşılanmaq. Bax, burada iki leksik şəkilçisi var. 2-yi götürək. Ayaq ismindən ayaqlaşmaq feil əmələ gəlir. Burada bir leksik şəkilçisi var. Qan, qanamaq, qanatmaq. Burada 2 dənədir. Qaldırmaqdan qaldırılmaq əmələ gəlir. 1 dənədir.
Yəhər, yəhərləmək, yəhərlənmək. Burada da 2 dənədir. Demək cavabımız olmalıdır 2, 4, 6 C variantı. 17. Hansı cümlədə düzəltmə feil işlənmişdi? Düzəltmə feil. Yağış yolçunu tamam islatmışdı. İslatmışdı. İslat sözün kökü mış keçmiş zaman şəkilçisi d idi hissəsi idi. Sadə feildir. Hərənin ağzından bir avaz gəlir. Gəl sözün kökü 22 zaman şəkilçisi. Sadə feildir. Komissiya idarənin işini yoxladı. Yoxla sözün kökü d keçmiş zaman şəkilçisi. Sadədir. Elə danışdı ki, danış sözün kökü d keçmiş zaman şəkilçisi. Sadədir. Hamı onu dinlədi. Dinlə sözün kökü d keçmiş zaman şəkilçisi. Sadədir. Evi dağılmış, dağılmış sadədir. Ocağı söndürülmüşdür. Sönməkdən söndürmək, söndürməkdən söndürülmək əmələ gəlir. Müş keçmiş zaman şəkilçisi d idi hissəsi idi. Demək Y variantında söndürülmüşdür sözü düzəltmə feildir. 18. Məntiqi ardıcıllığı davam etdirin. Anlamaq sadə feildir, yoxlamaq sadə feildir. Yəqin ki, biz məntiq olaraq biz burada sadə feil tapmalıyıq. Mən əvəzliyindən mənimsəmək feil əmələ gəlir. Ləng sifətindən ləngimək feil əmələ gəlir. Qarğımaq sadə feildir. Yaş ismindən yaşamaq feil əmələ gəlir. Göz ismindən gözləmək feil əmələ gəlir. Bəli, burada sadə sözlər verilmişdir. Biz də cərgəni sadə sözdən davam elətdiririk. 19. Feillərdən düzəlmiş feilləri seçin. Ayaq ismindən ayaqlaşmaq feil əmələ gəlir. Ayaq ismindən ayaqlaşmaq feil əmələ gəlir. Qatmaq feilindən qatılmaq feil əmələ gəlir. 2-yi götürərik. Turş sifətindən turşumaq feil əmələ gəlir. 3-ü götürmürük. Dolandırmaq, dolamaq, dolanmaq, dolandırmaq. Dolanmaq feilindən dolandırmaq feil əmələ gəlir. 4-ü götürərik. Gec sifətindən, daha doğrusu gec zərfindən gecikmək feil əmələ gəlir. 5-i götürmürük. Qızarmaq feilindən qızartmaq feil əmələ gəlir. 6-yı da götürürük. 2-ci, 4-cü, 6-cı sözlər feildən düzəliblər. Cavab D variantıdır. 20. Kökü eyni başlanğıc forması və tərkibinə görə təhlil isə 2 cür düşünülə bilən sözləri seçin. Kökü eyni olsun, amma başlanğıc forması və tərkibinə görə təhlil 2 cür düşünülsün. Gözləyim. Gözdən, gözlə əmələ gəlir. Y bitişdiricidir, im də şəxs sonluğudur. Bunu yalnız bir cürə təhlil edə bilirik. Bu olmaz. Dərdiniz. Bir dəfə sözün kökü dərmək feili, di keçmiş zaman şəkilçisi, niz şəxs sonluğu. Belə düşünə bilərik feil kimi. Bir dəfə də sözün kökü dərd ismi, sizin dərdiniz. Dərd, iniz də mənsubiyyət şəkilçisi. Bizə deyir ki, kökü eyni olsun. Dərdiniz sözündə feil olanda sözün kökü dərmək feil oldu. İsim olanda dərd ismi oldu. Köklər fərqli oldu. Ona görə 2-yi çıxaq. 1-i də çıxaq, 2-yi də çıxaq. Demək, yoxladın. Sözün kökü yoxla. Yoxla. Yəni, hər məqamda sözün kökü yoxla olacaqdır. Yoxdan yoxla əmələ gələ bilməz. Sən yoxladın desəm, d burada keçmiş zaman şəkilçisi, n şəxs sonluğu olar. Bir də, məsələn, deyirəm ki, bu tapşırığı yoxladın. Yəni, yoxla sözün kökü, yoxlamaqdan yoxlatmaq əmələ gəlir, n da şəxs sonluğudur. Demək, köklər eynidir. İkisində də yoxladı. Bir dəfə başlanğıc forması yoxla, bir dəfə başlanğıc forması yoxlat. Demək, kök eyni olsa da başlanğıc forması və tərkibinə görə təhlilini 2 cür düşünə bilirik. Ona görə 3-ü götürürük. Yazım. Mən yazımı yazım. Yaz sözün kökü, yaz sözün kökü. Şəxs sonluğudur. Mən yazım. Və yaxud da ki, mənim yazım desəm, yaz sözün kökü, mənsubiyyət şəkilçisi. Burada eynidir. Amma belə də təhlil edə bilərik. İndi isim kimi təhlil eləməyək, biz feil kimi təhlil eləyək. Yazmaq feilindən yazı ism əmələ gələr. Yazı ism əmələ gələr.
M da şəxs sonluğu olar. Mən yazım. Bir dəfə də mənim yazım. Köklər eynidir, amma birinin başlanğıc forması yaz, birinin başlanğıc forması yazım olur. Qızdırma. Demək, qızmaqdan qızdırmaq əmələ gəlir. Qızdırmaq feilindən də qızdırma. Nə qızdırma isim olar. Bir də, məsələn, deyirəm, suyu qızdırma. Qızmaqdan qızdırmaq əmələ gələr. Ma inkarlıq şəkilçisi olar. Kökü eynidir. Birinin başlanğıc forması qızdırmadır. Birinin başlanğıc forması qızdırmaq. Qızdırdı yəni. 3, 4, 5-dir cavabımız. C variantı. 21. Hansı cümlədə adlardan düzəlmiş feil var? Adlardan düzəlmiş feil deyərkən, yəni feildən yox, digər əsas nitq hissələrindən. Göyün üzünü qara bulutlar örtmüşdü. Burada örtmüşdü feildir. Örtmək sözün kökü müş keçmiş zaman şəkilçisi düyüd hissəsi idi. Bu sadə feildir. Düzəlmiş deyirsə, yəni bizə düzəltmə lazımdır. Xəstənin ürəyi tez-tez döyünürdü. Burada döyməkdən döyünmək əmələ gəlir. Ürüniki zaman şəkilçisi düyüd hissəsi idi. Feildən əmələ gəlib. Döymək feilindən əmələ gəlib. Ona görə götürmürük. Yağışdan sonra hava tədricən açıldı. Açmaq feilindən açılmaq feili əmələ gəlir. Bu da keçmiş zaman şəkilçisidir. Bunu götürmürük. Xəstənin halı daha da ağırlaşmışdı. Demək, ağır sifətindən ağırlaşmaq feil əmələ gəlir. Mış keçmiş zaman şəkilçisidir. D idi hissəsi idi. Cavabımız olur D variantı. Təyyarə zenitçilər tərəfindən vuruldu. Vurmaq feilindən vurulmaq feil əmələ gəlir. D keçmiş zaman şəkilçisidir. Cavabımız D variantıdır. 22. Hansı cümlədə feil işlənməmişdir? Ağrımaz başına dəsmal bağlama. Bağlama feildir. Çalınan zəng onları xəyaldan ayırdı. Çalınandı, ayırdıdır feildir. Görülmüş feildir. Fərəhləndirdi feildir. İndi onların vəziyyəti çətin idi. Burada feil yoxdur. İndi zərfdir, onlar əvəzlikdir, vəziyyəti isimdir, çətin sifətdir. Y variantında bulanır feildir. 23. Adlardan yaranmış feilləri seçin. Daş ismindən daşlaşmaq feil əmələ gəlir. Amma yandırılmaq sözü yanmaq feilindən yandırmaq feili, yandırmaq feilindən yandırılmaq feil əmələ gəlir. Yəni yandırılmaq sözü yandırmaq feilindən əmələ gəlir. Bizə lazımdır ki, feildən düzəlməsin. Gen sifətindən genəlmək feili, boz sifətindən bozarmaq feil əmələ gəlir. Cavabımız B variantıdır. B variantındakı sözlərin ikisi də feildən yox, sifətdən əmələ gəldi. Qızartmaq sözündə qızarmaq feilindən qızartmaq feili, görmək feilindən görünmək feil əmələ gəlir. Feildən düzəldi. Qarşılamaq. Qarşı sifətindən qarşılamaq feil əmələ gəlir. Yığmaq feilindən yığdırmaq feil əmələ gəlir. Susamaq, su ismindən susamaq feil əmələ gəlir. Pozmaq feilindən pozulmaq feil əmələ gəlir. Cavabımız B variantıdır. 24. Feilləri quruluşuna görə sadə düzəltmə və mürəkkəb olmaqla ardıcıl düzün. Birinci bir gələcək, çünki yoxlamaq sadədir. 1. Talamaqdan talanmaq əmələ gəlir. Düzəltmədir. 2. İsti ot. Bu da mürəkkəbdir. 3. Belə ardıcıl 1, 2, 3 olmalıdır. Cavabımız A variantıdır. 25. Hansı cərgədə düzəltmə feil işlənməmişdir? Barışmaq sadədir, amma göy sifətindən göyərmək feil əmələ gəlir. Düzəltmədir. A getdi. Göz ismindən gözləmək feil əmələ gəlir. Düzəltmədir, getdi. Ağlamaq sadədir, barışmaq sadədir, güləşmək sadədir, yarışmaq sadədir. C variantındakı feillərin hamısı sadədir. Qızarmaq sadədir, amma bu sifətindən bozarmaq əmələ gəlir. Bəsləmək sadədir, açmaqdan açılmaq əmələ gəlir. Cavabımız C variantı oldu. 26. Hansı cümlədə isimdən düzələn feil işlənmişdir? İsimdən düzələn feil. Demək, geyindi. Geymək feilindən geyinmək feil əmələ gəlir. Geyməkdən geyinmək. Burada feildən düzəldi. Bizə nə lazımdır? İsimdən düzələn lazımdır. A olmaz. Doğranmış ətləri şişə çəkdi. Doğranmış da burada feildir. Doğramaq feilindən doğranmaq feil əmələ gəlir. Mış feili sifət şəkilçisidir. Çəkdi, bu sadədir.
Onun bu soyuqluğunu görüb geri çəkildi. Görüb sadədir, geri çəkməkdən çəkilməyə əmələ gəlir. Feildən düzəlir. Bu da getdi. Mübariz İbrahimov düşməni bərk boğazladı. Boğaz ismindən boğazlamaq feili əmələ gəlir. Demək cavabımız D variantıdır. İlhamənin gözlərində bir qığılcım var idi. Burada ümumiyyətlə feil yoxdur. Demək cavabımız D variantıdır. 27. Hansı bənddə düzəltmə feillər sifətdən əmələ gəlmişdi? Sifətdən əmələ gəlmişdi. Ağ sifətindən ağarmaq feili, təmiz sifətindən təmizləmək feili, pis sifətindən pisləmək feili əmələ gəlir. Biri götürək. Yol ismindən yollamaq, yollamaqdan yollanmaq. Yollanmaq sözü yollamaq feilindən əmələ gəldi. Getdi. Bizə sifətdən lazımdır. Yarpaq ismindən yarpaqlamaq feili getdi. Güc ismindən gücsüz sifəti, gücsüz sifətindən gücsüzləşmək feili əmələ gəlir. Bunu götürərik. Çünki sözün kökü güc olsa da söz gücsüzdən əmələ gəlibdir. Gözəl sifətindən gözəlləşmək feili, düz sifətindən düzəlmək feili əmələ gəlir. 4-ü götürürük. Dil ismindən dillənmək feili əmələ gəlir. 5-i götürmürük. Cavabımız A variantıdır. 1-4. 28. Sadə düzəltmə və mürəkkəb feilləri ardıcıl düzün. Sadə, düzəltmə və mürəkkəb. Demək, sadə hansılardır burada? 3-cü. Yırğalamaq, göndərmək. Birinci gəlməlidir 3. Sonra qabaqdan qabaqlamaq, qucaqlamaq, qucaqlaşmaq. Bu da düzəltmədir. 1. Sağ ol. 2 sözdür. Etiraz etmək 2 sözdür. 3, 1, 2. Cavabımız Y variantıdır. 29. Cümlələrin birində feil işlənməmişdir. Gənclik gözəllik deməkdir. Nədir? Feildir. Hər gün bu yolu piyada gedib gəlmək feildir. Düzlük xoşbəxtliyin açardır. Düzlük isim, xoşbəxtlik isim, açar isim. Cavabımız C variantıdır. D variantında görünürdü feil. Bizim yurdun adamları susuz çöllərində Gülüstan'a çevirməyə qadirdirlər. Gülüstan'a çevirmək, bu da feil. Cavabımız C variantı oldu. 30. Sözlərdən biri düzəltmə isim və sadə feil kimi götürülə bilməz. Düzəltmə isim və sadə feil kimi götürülə bilməz. Demək, dondurma, düzəltmə isim. Dondurma düzəltmə isim olar. Donmaq feilindən. Dondurmaq feilindən dondurma ismi əmələ gəlir. Sadə feil, dondurma sözü donmaqdan dondurmaq əmələ gəlir. Feil olanda ma burada inkarlıq şəkilçisidir. Elə cavabımız A variantıdır. Deyir, düzəltmə isim kimi götürülməsin. Biz düzəltmə isim kimi götürdük. Sadə feil kimi götürülməsin. Biz sadə feil kimi götürdük. Cavabımız A variantıdır. Süzmə. İsim olanda sözün kökü süzmək feili leksik şəkilçidir. Bir də məsələn deyirəm, çayı süzmə. Burada isə süz sözün kökü, mamə inkarlıq şəkilçisi, bu da sadədir. Bölmə əməliyyatı. Böl sözündən bölmə ismi əmələ gəlir. Bir də məsələn, 2-yi 2-yə bölmə. Böl sözün kökü, inkarlıq şəkilçisi. Qoşma. Qoşdan qoşma əmələ gəlir. Bir də nəyisə qoşma. Qoş sözün kökü, inkarlıq şəkilçisi. Qovurma isimdirsə düzəltmədir. Əti qovurma. Qovur sözün kökü, inkarlıq şəkilçisi. Cavabımız olur A variantı. 31-ci sual. Feillərdən ikisi quruluşuna görə digərlərindən fərqlənir. Doladan dolaş əmələ gəlir. Düzəltmə. Yırğala sözün kökü qrammatik. Bu sadə. Qaldırmaq sadə. Qıcıqlamaq, qıcıqlanmaq. Düzəltmə. Qovdan qovala əmələ gəlir. Düzəltmə. Pıçılda əmələ gəlir. Bu da düzəltmə. Demək, fərqli olanlar 2-dən 3-dür. Niyə? 2-dən 3 sadədir, yerdə qalanlar düzəltmədir. 32. Bəndlərin biri məntiqi ardıcılığı davam etdirə bilməz. Tutdan tutaşmaq əmələ gəlir. Tutaşmaq. Uladan ulaşmaq. Ağladan ağlaşmaq. Düzəltmədir.
Yaradan yaraş, yəni nəsə deyək ki, bir paltar alırıq. Gərək işimizə yarıya ki, bizə ola ki, yaraşa. Ona görə yaramaqdır sözün kökü. Daraşmaq sadədir. Dirədən dirəşmək, mələdən mələşmək, doladan da dolaşmaq əmələ gəlir. Cavabımız B variantıdır. Daraşmaq sadə sözdür. 33. Cütləri müəyyən etməklə mürəkkəb feillər yaradın. Atılmaq, düşmək, yəni atılıb düşmək. Atılıb düşmək. Sonra deyib gülmək, deyib gülmək. Silib süpürmək, çalışıb vuruşmaq. Bax, belə bir sxem lazımdır bizə. O da B variantında. Cavabımız olur B variantı. 34. Sadə feilləri müəyyən edin. Saxlamaq sadədir. Saxlamaq feil sadədir. Çalmaqdan çalxalamaq əmələ gəlir, düzəltmədir. Qaçmaqdan qaçışmaq əmələ gəlir, düzəltmədir. Demək 2, 3 olan cavabları çıxırıq. Cavabımız qalır A variantı. Yenə də təhlil edək. Qarışmaq sadədir. Sonra dəyiş, qarışmaq sadə. Bir dəqiqə. Qarışdırdım deyəsən mən. Bir dəqiqə. 3'ü götür. Hamısını təhlil edək, daha sonra cavabı çıxardarıq. Saxlamaq sadə. Saxlamaq sadədir. Sonra qarışmaq sadə. Sürməkdən sürmək əmələ gəlir, düzəltmə. Sürmək oldu, düzəltmə. 7 çıxdıq. Sonra dolmaqdan doluxmaq əmələ gəlir, düzəltmə. 8'i də çıxdıq. Cavabımız Y variantıdır. Baxaq. Yaraşmaq dedik ki, düzəltmədir. Yaradan yaraşmaq, qaçmaqdan qaçışmaq. Amma çalxala. Çalmaqdan çalxala. Çalxala sadədir. Çalxala sadədir. Demək 1, 2, 4, 5. 35-ci sual. Hansı cümlədə ol feili müstəqil mənalı söz kimi işlənmişdir? Cəfər Cabbarlı Xızıda anadan olmuşdu. Anadan olmaq mürəkkəbdir. Yoldaş olub yola düzəldilər. Yoldaş olmaq mürəkkəbdir. Biz dünyadan gedər olduq. Gedər olmaq mürəkkəbdir. Salam olsun mürəkkəbdir. Sən bu hadisənin şahidi olmusan. Şahidi olmaq yenə mürəkkəbdir. Çiyələk yolları ağacların altında olur. Yəni burada olmaq, var olmaq mənasındadır. Ona görə bu nədir? Müstəqil leksik mənalı sözdür. Cavabımız olur Y variantı. 36. Verilənlərdən neçəsi düzəltmə feildir? Düzəltmə feil. Demək, qızarmaq sadə. Dardan daralmaq əmələ gəlir, düzəltmə. Keçməkdən keçirmək, düzəltmə. Güləşmək sadədir. Qazmaqdan qazımaq əmələ gəlir, düzəltmə. Dağıtmaq sadədir. Anlamaq sadədir. Yandan yanaşmaq əmələ gəlir, düzəltmədir. Daşımaqdan daşınmaq əmələ gəlir, düzəltmədir. Düzəltmədir. Qarışmaq sadədir. 5 dənə sözümüz demək düzəltmədir. Cavabımız olur B variantı. 37. Sifətdən düzələn feil, isimdən düzələn feil, feildən düzələn feil. Boş sifətindən boşamaq feil əmələ gəlir. Sifətdən düzəlir. Birə yazırıq 1. Sonra eşmək feilindən eşələmək feil əmələ gəlir. Feildən düzəlib. 3'ə yazırıq 2. 3'ə yazırıq 2. Qərib sifətindən qəribsəmək feil əmələ gəlir. 1'ə yazırıq 3. 1'ə yazırıq 3. Gəzmək feilindən gəzdirmək feil əmələ gəlir. 3'ə yazırıq 4. 3'ə yazırıq 4. Sonra fərəh ismindən fərəhlənmək feil əmələ gəlir.
2-yə yazırıq 5. Dil ismindən dilləşmək feil əmələ gəlir. Dil ismindən dilləşmək feil əmələ gəlir. Demək, sifətdən düzələnlərə nə yazdıq? Dil ismindən dilləşmək, bunu da ismə yazırıq. Demək, cavabımız oldu ilə A variantı. 38-ci sual. Cütləri birləşdirməklə mürəkkəb feillər düzəldim. Ölçmək, ölçüb biçmək. 1-ə yazmalıyıq D. 1-ə D. Sonra küsmək, küsüb barışmaq. 2-yə Y. Saralıb solmaq 3-ə B. Deyib gülmək 4-ə A. Çalışıb vuruşmaq 5-ə C. Cavabımız demək olmalıdır Y variantı. 39. Hansı fikir feilə aiddir? Əşyanın əlamətini bildirmək sifətə aiddir. Danışan hiss və həyəcanını bildirmək köməkçinin diksiyası olan nidiyə aiddir. Əşyanın miqdarını sırasını bildirmək saya aiddir. Təsdiq inkarda olmaq feilə aiddir. Müqayisə bildirmək sifətə aiddir. Cavabımız olur D variantı. Hansı cümlədə düzəltmə feil işlənmişdir? Düzəltmə feil. Demək, uşaqlar iri salxımları səbətə yığaraq yarışırdılar. Düzəltmə feil. Yığaraq, bu sadədir. Yarışırdılar, bu da sadədir. Burada düzəltmə yoxdur. Daşqın zamanı bir çox bəndlər dağıldı. Dağıldı yenə sadədir. Dağıldı. Uzun sürən müharibədən sonra dövlətlər barışdı. Barışdı, sadədir. Martın 22-sində gecə ilə gündüz bərabərləşir. Bərabər sifətindən bərabərləşmək feil əmələ gəlir. İndiki zaman şəkilçisidir. Cavabımız D variantıdır. Söz söhbət bitmək bilmir, daha da uzanırdı. Uzanırdı, sadədir. Cavabımız oldu D variantı. 41-ci sual. 2 leksik şəkilçisi olan feilləri göstərin. Dinlədim. Dinlə sözün kökü D keçmiş zaman şəkilçisi M şəxs sonluğu. Burada leksik şəkilçisi yoxdur. Göz ismindən gözləmək feili, gözləmək feilindən gözlətmək feil əmələ gəlir. D keçmiş zaman şəkilçisidir, M şəxs sonluğudur. 2-yi götürək. Bilməkdən bildirmək, bildirməkdən bildirtmək əmələ gəlir. D keçmiş zaman şəkilçisidir. 3-ü də götürək. Ayaq, ayaqlamaq, ayaqlanmaq. 2 leksik şəkilçisi var burada. Qızardı, qızardı sadə feildir. Dağıtmaqdan dağıtdırmaq əmələ gəlir. D qrammatik şəkilçisi, 1 leksikdir. Qalamaqdan qalanmaq əmələ gəlir. D qrammatik. Yeldən yelləmək, yelləməkdən yelləmək əmələ gəlir. Bu da 2 leksikdir. 2, 3, 4 və 8. Burada 2 leksik şəkilçisi var. Cavabımız olur B variantı. 42. Cümlələrdən birində məcazi mənalı feil işlənmişdir. Yağışdan sonra yollar palçıq oldu. Burada məcazi məna yoxdur. Ağac kölgəsində oturub yemək yedilər. Burada da məcazi məna yoxdur. Bulağın gözündən duru su içdilər. Yoxdur. Dənizin hirsi soyudu. Dənizin hirsini soymaq nədir? Məcazidir. Yolçular kəndin başında dayandılar. Dayanmaq nədir? Həqiqidir. Cavabımız olur D variantı. 43. Hansı feillər isimlə amonid, yəni həm isim, həm də feil kimi işlənə bilən sözləri götürməliyik. Al, demək, feil kimi işlənir. Al, rəng mənasında sifət kimi işlənir. Bizə nə lazımdır? İsim və feil kimi işlənən sözlər lazımdır. İsim və feil kimi. Köç başladı, nə? İsim, bir də harasa köçmək, feil. 2-yi götürərik. Sıx sifət kimi işlənir, isim kimi işlənmir. Saç, insanın səsi, saçı, bir də işıq saçmaq feil kimi işlənir. İnci, qiymətli daş anlamında isim, incimək feil kimi işlənir. Kök isim olur, amma feil olmur. Cırmaq feil olur, amma isim yox, cır sifət olur. Cır meyvə. 2, 4, 5. Cavabımız olur B variantı. 44. Hansı cümlədə I şəkilçisi ilə düzələn feil işlənməmişdir? A variantında ləngidi sözü ləng sifətindən ləngimək feil əmələ gəlir. A-da var. B variantında bərk sifətindən bərkimək feil əmələ gəlir. İr zaman şəkilçisidir, idi hissəcidir. B-də də var. A-da geçsin, B-də geçsin. C variantında demək feillərimiz enir.
çalır. Bunlar sadə feillərdir. I şəkilçisi ilə işlənməyiblər. Cavabımız C variantıdır. D variantında turş sifətindən turşumaq feil əmələ gəlir. Y variantında qazmaqdan qazmaq əmələ gəlir. Demək cavabımız oldu C variantı. 45-ci suala baxaq. Düzəltmə feil hansıdır? Ayıldı sadədir. Dağıldı sadədir. Sıxmaqdan sıxılmaq əmələ gəlir. Bax, bu düzəltmədir. Qarışdı sadədir. Bayıldı sadədir. Cavabımız olur C variantı. Bugünkü test izahımız bu qədər. Sağ olun. Növbəti izahlarda görüşürüz.